Herkese yeni videodan salamlar. Bugün Royalımın icma sinifi ilə birlikdə müəlliməmiz, valideynlər və şagirdlər zoopark gəzintisinə gedəcəyik. Daha sonra isə uşaqları parka aparıb gəzdirəcəyik və bugündən kiçik bir video çəkib paylaşmaq istədim. Səhər oyandım, uşaqlardan öncə hazırlaşdım. Onların çantalarını hazırladım, sularını, yeməklərini. Özüm rahat çayımı içdim. Əlbəttə ki, onlardan öncə hazırlaşdım. Saçlarımı da gecədən hörmüşdüm ki, səhərə istədiyim dalğalı saç olsun. Mən fen ilə etmirəm dalğalı saçı. Hər zaman gecə saçlarımı hörürəm, yatıram və səhər istədiyim dalğalı saç alınır. Uşaqlar hazırlaşdılar, geyindirdim. Özüm də öncədən hazırlanmışdım. Burada necə də görürsünüz, mehriban şəkildə oynayırlar. Ancaq bu videodan 2 dəqiqə əvvəl müharibə idi. Və gəldik artıq rəngarəng işıqlı avtobusumuzdayıq. Bir avtobus tutmuşduq əlbəttə ki, hamımız birlikdə rahat gedib gəlmək üçün. Gəldik artıq zooparkdayıq. İlk öncə müəllimə şagirdlərlə birlikdə şəkil çəkirdilər. Çünki bu cür uşaqları bir araya yığıb şəkil çəkdirmək biraz çətin məsələdir. Şəkillərini çəkdikdən sonra isə yavaş-yavaş zooparkı gəzməyə başladıq. İlk öncə girişdəki akvarium hissəsinə gətirdik uşaqları. Dedik ki, yəqin ki, burada həm də səhər-səhərdə adam az olar, ancaq burada da yenə adam çox idi. Mənim zooparka gələnlərə məsləhətim o olardı ki, gündüz isti vaxtı qətiyyən gəlməsinlər. Məncə zooparka həm də ac qarnına gəlmək heç düzgün deyil. Çünki buranı rahat bir şəkildə gəzmək üçün ən az 2 saat vaxtınız gedir. Ona görə də məncə günortadan sonra yemək yeyib gəlib rahat-rahat zooparkı gəzmək daha yaxşı olar. Həm də gündüz vaxtı hava istidir deyə heyvanların çoxsunu görmək mümkün deyil. Yuvalarında olurlar, çıxmırlar.
Ya yuvalarından çıxmırlar, ya da gördüyünüz kimi dəvələr kimi üzlərini çevirib öz işlərinə məşğul olub yeməklərini yeyirlər. Bu cür bir yer var idi. Pilləkənlərlə yuxarı çıxırdınız. Bir neçə mərtəbədən ibarət idi və zooparkı izləyəsiniz. Ən üst mərtəbəsindən isə bütün zoopark ərazisini görmək olur, rahat bir şəkildə izləyə bilərsiniz. Zooparkı gəzib bitirdikdən sonra isə elə zooparkın yanında Halil İbrahim Sofrası adında bir restoran var idi. Bura gəldik. Gəlməmişdən öncə Instagramda araşdırmışdıq ki, zoopark yaxınlığında hansı restoranlar var və bu restoranı çox bəyəndik. Çünki çox münasib qiymətə set şəklində yeməkləri var idi. Hər birimiz elə bu set yeməklərindən sifariş verdik. Çox dadlı və çox gözəl idi. 2 mərtəbədən ibarətdir, kabinetləri də var. Biz də böyük bir zalında əyləşdik, rahat bir şəkildə yeməklərimizi yedik. Gel de abala uzanıp bir adam ölüp. Restorandan çıxdıqdan sonra isə yenə zoopark yaxınlığında belə bir parka gəldik. Bu parkı internetdə görmüşdüm, adını unutdum. Yeni açılıbdı. Sahəsi çox böyük, çox geniş, çox gözəl bir parkdır. Nə çox sözü dedim bu arada. Və biz bura çay gətirmişdik, piknik elədik, çay içdik. Uşaqlar da burada bol-bol gəzdilər, əyləndilər. Uşaqlar üçün oyun yerləri də var idi, orada da bol-bol oynadılar. Sadəcə bir şey var ki, bu parkda körpə uşaqlar üçün oyun hissələri yoxdur. Biraz böyük uşaqlar üçündür. Məsəl üçün, mənim kiçik oğlum üçün burada oynaya biləcəyi bir hissə yox idi. 2 yaşlı, 3 yaşlı uşaqlar üçün oynaya biləcəkləri bir yer yox idi. Hardasa 4-5 yaşdan yuxarı uşaqlara uyğun oyun yerləri var idi. Vlogumuzun sonuna gəldik. Kanalıma abunə olub videomu bəyənməyi unutmayın. Gördüyünüz kimi Röyal'la Tahirin son vəziyyəti, evə gedərkən artıq halları yox idi, yatmışdılar. Bir sonraki vlogda görüşərik. Hələlik.